Samegrelo Zemosvaneti polisi odlu silah və sursatın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı 2 nəfəri saxlayıbdır. Hüquq mühafizə orqanları onların şəxsi əşyalarını, yaşayış evini və köməkçi tikirlərini axtarışı zamanı 2 avtomat silah, tapanca, kiçik kalibrli tüfəng, qumbaratan, əl qumbarası və 777 patron, həmçinin marixuana aşkarlayıblar. Cinayət 7 ilədək həbs cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayətkarlıqla Mübarizə Departamentinin əməkdaşları narkotik cinayətlərində şübhəli bilinən 7 nəfəri saxlayıblar. Onlar böyük miqdarda narkotik vasitənin qanunsuz alınması, saxlanılması, satışa çıxarılmasına kömək göstərmək və güsana qanunsuz gətirilməsi ilə əlaqədar məsuliyyətə cəlb olunublar. Daxili İşlər Nazirliyinin məlumatına görə saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Hüquq mühafizə orqanları onların şəxsi əşyalarını, avtomobillərini və yaşayış yerlərini axtarışı zamanı həmçinin aparılmış istintaq eksperimentlər nəticəsində maddi sübut kimi satışa hazır böyük miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələri aşkarlayıblar. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Sərhəd Polis əməkdaşları Axalçıxı İdarəsinin Valet sərhəd sektorunda Gürcüstan dövlət sərhədini qrup halında qanunsuz keçməkdə şübhəli bilinən 2 nəfəri saxlayıbdır. İstintaq müəyyən edib ki, şübhəlilər sərhəd keçid məntəqəsini yan keçərək Türkiyə Respublikasından Gürcüstana qrup halında qanunsuz daxil olublar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi üzrə aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Acarsan və Qurya Regional İdarəsinin əməkdaşları Ozurget rayonunun Natan kəndində vətəndaşın həyətində lent tipli qeyri-qanuni fəaliyyət göstərən ağac emalı sexini aşkarlayıbdır. Həyətdə 43 qeydiyyatssız konifer ağacı və 3 kub metrədək ilkin emal məhsulu, taxta lövhələr tapılıbdır. Fakt cinayət əlaməti daşıdığı üçün müvafiq orqana göndərilibdir. Bu il departament 56 belə sex aşkarlayıbdır.